Herkese salam. Bugün sizinle aparat təminatı mövzusuna aid olan bu sual nümunəsinə baxırıq. Burada deyir ki, kompüterin arxitekturası nəyi təyin edir? Bilirsiniz ki, var kompüterin arxitekturası, var strukturu. Arxitektura və struktur anlayışları bir-birindən fərqli anlayışlardır. Amma bəzi şagirdlər bunları qarışdırır. Baxın, struktur dedikdə onun tərkib hissələri və onlar arasındakı əlaqə nəzərdə tutulur. Tərkib hissəsi də nədir? Yəni kompüterin tərkib hissələri ha. Yəni ki, məsələn, klaviaturası, monitoru və bu klaviatura və monitorun bir-biri ilə əlaqəsi nəzərdə tutulur. Struktur dedikdə isə bu kompüterdəki tərkib hissələrinin öz aralarında necə əlaqələndirilməsi başa düşülür. Öz araları deyəndə də nə nəzərdə tuturuq? Məsələn, sistem blokudur, düzdürmü? Sistem blokunun içərisindəkilərin bir-biri ilə necə əlaqələndirilməsi başa düşülür. Yəni doğru cavab olur C variantı. Kompüterin tərkib hissələrinin hansı qaydalarla qarşılıqlı əlaqələndirilməsi.